Uşaqlar, hər vaxtınız xeyir. Bugün sizlərlə 6-cı siniflər üçün keçirilmiş monitorinq imtahanının bütün fənlərinin, tədris dili, təbiət və riyaziyyat fənlərinin hamısının suallarının izahını paylaşacağım. Diqqətlə izləyə bilərsiniz. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, mətndə hansı qaydadan bəhs edilir? Deməli, uşaqlar, burada nəyə diqqət edirik? Mətnlə bağlı sualları həll edərkən, taparkən daha doğrusu, biz həmin sualları gəlib mətndən axtarıb tapmalıyıq. Görək, hansı qaydalardan bəhs olunur. Baxırıq mətnə əgər diqqətlə oxumusunuzsa, burada nəydən bəhs olunub? Qida təhlükəsizliyindən bəhs olunub ümumi olaraq və nə var? Qidaların şüşə qabda saxlanılması, sonra qidaların qabı zədələnmiş məhsullardan imtina edilməsi, qidaların düzgün temperaturda saxlanılması, meyvə və tərəvəzlərin yuyulması. İndi diqqətlə izləyək. Deməli, mətndə qidaların şüşə qabda saxlanılmasından danışılmayıb. Qabı zədələnmiş məhsullardan imtina edilməsindən də danışılmayıb. Qidaların düzgün temperaturda saxlanılmasından isə danışılıb. Baxırıq 3-cü abzasa. 3-cü abzasda bir dəqiqə qələmi seçin. 3-cü abzasda bu hissədə hansı temperaturda qidanı saxlamaq lazımdır, o haqda danışılıb. Ona görə də doğru cavab birincidə C variantı olacaq. İkincidə, hansı şəraitdə bakteriyalar sürətlə arta bilər? Yenə eyni sualı gəlib mətndən axtarırıq. Bir dəqiqə, biraz yuxarı baxın. Baxın, yenə 3-cü abzasa baxıram. Mikroblar çiğ ət, süd məhsulları və düzgün saxlanılmayan yeməklərdə sürətlə çoxala bilər. Məsələn, yay günlərində bişmiş yemək masanın üstündə uzun müddət qalarsa, mikroblar sürətlə artar. Bu səbəblə mütəxəssislər qidanın 5 dərəcədən aşağı temperaturda saxlanılmasını tövsiyə edir. Yəni, isti temperaturda, otaq temperaturunda uzun müddət saxlanılmamalıdır və ağzı açıq qalmamalıdır. İndi baxarıq, görək, konservləşdirilmiş qidada xeyr, bu artmır. Soyuq şəraitdə xeyr, soyuqdur, burada da artmır. Sterilizasiya edilmiş qabda xeyr, sterilizasiya edilmiş, yəni qaynar su ilə dezinfeksiya edilmiş qab, bunda da artmır. Doğru cavab D variantı olacaq, isti ağzı açıq qabda. İndi baxarıq 3-cüyə. Müəllif mətndə nə üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinad edib? Baxaq, görək, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına. Bir dəqiqə mətni yuxarı qaldırım. Davam edirik. 2-ci abzasa baxaq. Burada görürsünüzmü? Deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada hər il təxminən 600 milyon insan, yəni hər 10 nəfərdən biri çirklənmiş qidadan zəhərlənməyə məruz qalır. Bu zəhərlənmənin 40%-nə 5 yaşdan kiçik uşaqlarda rast gəlinir. İndi bizə sual verir ki, niyə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinad edilib? İndi bunu tapmalıyıq. Oxucuda emosional təsir yaratmaq üçün. Xeyr, emosional təsir yaratmır. B variantı məlumatları əsaslandırmaq üçün. Bəli, B variantı doğru olacaq. Çünki bu mətndə deyilən məlumatları əsaslandırmaq üçün bir mənbə lazımdır. Həmin mənbədə bu səhiyyə ilə bağlı olanlarda ən etibarlı mənbə Ümumdünya Səhiyyə Təşkilatıdır və o fikirlərini əsaslandırmaq üçün, məlumatı əsaslandırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinad edib. Doğru cavab B olacaq. Təşkilatın rolunu vurğulamaq üçün xeyr, burada təşkilatın heç bir rolundan danışılmır. Məqalənin həcmini artırmaq üçün xeyr, bu da olmayacaq. Doğru cavab B-dir. 4. Mətnə görə konservləşdirilmiş qidalarla bağlı riskin əsas səbəbi nədir? Baxaq, bir dəqiqə konservləşdirilmiş qidalardan. 4-cü abzasda bir çox hallarda saxlama müddətini artırmaq üçün qidalar konservləşdirilir. Bəzən bu üsulun düzgün tətbiq olunmaması sağlamlıq üçün risk yarada bilər. Və oxuyuruq. Deyir ki, konserv bankaları qaynar suda yüksək temperaturda sterilizasiya olunmalıdır ki, mikroblar tam məhv edilsin və məhsul uzun müddət təhlükəsiz qalsın. İndi əsas risk nədir? Risk yaradan nə oldu burada? Düzgün konservləşdirilmə aparılmaması, yəni düzgün sterilizasiya olunmaması. Ona görə deyir ki, bunları düzgün sterilizasiya etmək lazımdır. Bu da hansı variantdadır? A variantında. Qidanın rəngi, qoxusu və dadının dəyişməsi xeyr, burada ondan bəhs olunmur. 4-cü abzasda saxlama müddətinin xeyli uzadılması, o da bəhs olunmur. Konserv bankasının düzgün seçilməməsi xeyr, bankadan ümumiyyətlə danışılmır. Sadəcə düzgün sterilizasiya etmək lazımdır, bu haqda danışılır. Doğru cavab A olacaq. 5-ci sualda mətnə əsasən sterilizasiya edildikdə nə başa düşülür? Baxın, burada ilə onun açmasını verib. Konserv bankaları qaynar suda yüksək temperaturda sterilizasiya olunmalıdır. Yəni, yüksək temperaturda nə etmək lazımdır qaynar suda? Saxlamaq lazımdır və yaxud da qaynatmaq lazımdır. İndi baxaq görək, bu hansıdır? Əllərin sabunla yuyulması, xeyr, bu yanlışdır. A deyil. B. Əşyaların suda qaynadılması, bəli, B variantı doğru olacaq. C. Qidanın soyuducuda saxlanılması, xeyr, yüksək temperaturda soyuducu olmur. D. Mətbəxdə gigiyenik qaydalara əməl edilməsi, xeyr, bu da deyil. Doğru cavabımız B variantı olacaq. Davam edirik 6-cı sualımızla. 6-cı sualda deyir ki, mətnə görə aşağıdakı hallardan hansında çarpaz çirklənmə ehtimalı daha yüksəkdir? Çarpaz çirklənmə ehtimalı sonlarda idi, səhv eləmirəmsə, bəli, 5-ci abzasda idi. 5-ci abzasa baxırıq.
5-ci abzasda nədən bəhs olunur? Taxtanın üzərində çiğ toyuq doğranır və eyni lövhənin taxtanın üzərində meyvə tərəvəz doğranır. Bu zaman çarpaz çirklənmə baş verir. İndi bizə sual verir ki, hansında daha çox çarpaz çirklənmə ehtimalı yüksəkdir? Buzu əridilmiş qidanın yenidən dondurulması, xeyr. Tərəvəzlərin axar suyu ilə yuyulması, xeyr. Çiğ ətin doğrandığı lövhədə salat hazırlanması, bəli. Burada artıq çarpaz çirklənmə baş verir. Sadəcə olaraq orada toyuq göstərmişdi, burada çiğ ət göstərib sizi biraz çaşdırmaq üçün, amma doğru cavab C-dir. 7. Çəkilmiş ətin çəkilməmiş ətə nisbətən daha riskli olması mətndə necə izah edilir? Baxaq. Bu hansı hissədədir? Aha. Sonuncuda. 6-cı abzasda. Deyir ki, ət çəkilərkən onun səthindəki bakteriyalar ətin içərisinə qarışır. Buna görə də çəkilmiş ət mütləq tam bişirilməlidir. Yəni, niyə çəkilmiş ət çəkilməmiş ətə nisbətən daha risklidir? Çünki ətin üzərində olan bakteriyalar çəkən zaman içərisinə qarışır. Bu da hansı variantdadır? A variantında. Doğru cavab A-dır. 8-ci sual. Qida təhlükəsizliyi ilə bağlı mətndə hansı informasiya verilmişdir? Baxaq 8-ci sualın variantlarına. Soyuducu çox dolu olmamalıdır. Xeyr, bu haqda danışılmıyor. Əridilmiş qida yenidən dondurulmamalıdır. Bəli, B variantı mətndə öz əksini tapmışdır. Sonra bir dəqiqə. Buradadır. Buzu əridilmiş məhsulların yenidən dondurulması da təhlükəlidir. Yəni, dondurulmamalıdır. Doğru cavab B-dir. İsti yemək dərhal soyuducuya qoyulmamalıdır. Bu yoxdur. Çiğ ət soyuducunun ən soyuq hissəsində yerləşdirilməlidir. Bu da yoxdur. Ona görə də doğru cavab B olacaq. 9. Aşağıdakı cümlələr mətndəki hansı abzasa əlavə oluna bilər? Qidanın buzunu əritməyin 3 təhlükəsiz yolu var. Soyuducuda, soyuq suda və mikrodalğalı sobada. Soyuq suda və ya mikrodalğalı sobada buzu əridilmiş qida dərhal bişirilməlidir. İndi uşaqlar, bu abzasların hər birinə diqqətlə baxsanız, burada qidanın buzundan, buzunun əridilməsindən hansı abzasda bəhs olunur? Təbii ki də 6-cı abzasda bəhs olunur. Deməli, bu buzu əridilmək haqqında olan məlumatı mən sadəcə gətirib 6-cı abzasa əlavə edə bilərəm. Digər abzaslara əlavə edə bilmərəm. Birində konservləşdirilmədən danışılır. Mən ora qidanın buzunun əridilməsini necə əlavə edir? Birində danışılır Ümumi Dünya Səhiyyə Təşkilatının məlumatlarından, orada əlavə etmək mümkün deyil. Birində çarpaz çirklənmədən danışılır, orada olmur. Yəni, əgər biz hər hansı bir hissəni, cümləni mətnə əlavə etməliyiksə, mütləq həmin cümlədə bəhs olunan məlumatla mətnin həmin abzasındakı məlumat oxşar olmalıdır, eyni məzmunlu olmalıdır. Yəni, bu cümlələrdə qidanın buzunun əridilməsindən bəhs olunur. 6-cı abzasında sonunda buzu əridilmiş məhsullardan bəhs olunur. Ona görə də mən bu 9-cu sualdakı cümlələri D variantında 6-cı abzasa əlavə edə bilərəm. Doğru cavabımız olacaq D variantı. Davam edək 10-cu sualımızla. Şəkilləri mətnin abzasları ilə uyğunlaşdırın. Gəlin, biraz mətni mən balacalaşdırım. 10-cu sual. Baxırıq birinci şəkil, yəni qidanın təhlükəsizliyi ilə bağlı qaydalar. Baxın, burada son istifadə tarixinə baxır. Son istifadə tarixi də hansındadır? 7-ci abzasda. Diqqətlə baxsanız, görərsiniz ki, 7-ci abzasda son istifadə tarixindən bəhs olunur. Qaldırım. Aha, 7-ci abzas. Burada görürsünüzmü? Son istifadə tarixi keçmiş qidalar və s. Bunlardan bəhs olunur. Bura yazıq 7. Burada ikinci şəkildə nəydən bəhs olunur? Ətin qızardılmasından və yaxud da az bişmiş ətin təhlükələrindən bəhs olunur. Bu da və yaxud da ətin buzunun əridilməsindən. Yəni, bu kimi şeylər olur. İndi baxırıq. Bu harda öz əksini tapıb? 6-cı abzasda. Sonra və bu sonuncu. Görürsünüzmü? Bu taxtada əvvəlcə ət doğrayır, sonra tərəvəz doğrayır, salat doğrayır. Bu da olur çarpaz çirklənmə. Çarpaz çirklənmədə 5-ci abzasdadır. İndi bura yazırıq 5. Əgər bu ikinci sizi çaşdırarsa, siz digərlərini tapırsınız 7 və 5. Bunlar dəqiqdir. İkinci biraz şübhəli vəziyyət yarada bilər. Çünki bir neçə abzasa ona aid eləmək olar bəlkə də. Ona görə baxıram 7 və 5 hansındadır? Başlanğıcı 7, sonu 5. C variantında. Deməli, ortadakı da 6 olacaq. Bu, götürə bilərik ətin yaxşı bişirilməsi və yaxud da qidanın buzunun əridilməsi və s. və s. Doğru cavabımız C olacaq. 11-ci sualla davam edirik. Mətndən deyir oxuculara aşağıdakılardan hansı tövsiyə olunur? Baxaq, ciyər, toyuq və balıq məhsulları bol su ilə yumaq. Xeyr, bundan bəhs olunmayıb. Dondurulmuş qidanın buzunu otaq temperaturda əritmək. Xeyr, bundan da bəhs olunmayıb. Çiğ əti soyuducuda digər qidalardan ayrı yerləşdirmək. Bəli, bax, bundan bəhs olunub. Burada 5-ci abzasda soyuducuda isə çiğ əti digər qidalarla təmas etməməsinə xüsusi diqqət yetirilməlidir. Görürsünüzmü? Deməli, doğru cavab C variantı olacaq. 12. Mətndə ümumilikdə hansı mövzudan bəhs olunur? İnfeksion xəstəliklərdən xeyr.
Qidalanma gigiyenasından bəli, sterilizasiya qaydalarından bəhs olunur, amma bir abzasında, bakteriyaların növlərindən xeyr. Deməli, bizdə ümumilikdə soruşur. Yəni bütün mətn ərzində nədən bəhs olunur? Qidalanma gigiyenasından. Doğru cavab B. 13. Mətnə əsasən mağazadan ərzaq məhsulu alarkən nəyə diqqət etmək lazımdır? Baxın, bu 7-ci abzasa aiddir. Deyir ki, 2 fikir seçib yazın. Gəlin 7-ci abzası oxuyaq. Qida təhlükəsizliyi təkcə mətbəxdə deyil, alış-veriş zamanında diqqət tələb edir. Məhsul alarkən mütləq onun istehsal və son istifadə tarixinə diqqət yetirməliyik. Bizdən diqqət yetirməli soruşur. Yazırıq istehsal, son istifadə tarixi. Sonra nəyə diqqət yetirməliyik? Çünki son istifadə tarixi keçmiş qidalar həm tərkibindəki vitamin və mineralların bir hissəsini itirir, həm də bakteriyalarla çirklənə bilir. Bundan əlavə almaq istədiyiniz məhsulun saxlanma şəraitinə də diqqət yetirməliyik. Deməli, digər nəyə? Saxlanma şəraitinə. Bu qədər. 13-cü sualımız da belə. Bizə əsas diqqət yetirməli olduqlarımızı soruşur, biz də onları tapdıq və yazdıq. Davam edirik 14-cü sualımızla. 14-cü sualımız digər mətnə aiddir. Digər mətnimizi də açaq burada. Baxaq 14-cü suala. Dərmanlama üçün ən uyğun vaxt hansıdır? Dərmanlama üçün ən uyğun vaxt küləkli havada xeyr. Gəlin dərmanlama hissəsinə baxaq. Bura. Baxın, mümkünsə kimyəvi maddələrin gün batdıqdan sonra tətbiq edin ki, arılar zərər görməsin. Yəni, gün batdıqdan sonra. Küləkli hava xeyir, yağışlı hava xeyir, günorta vaxtı xeyir, gün batdıqdan sonra bəli. Doğru cavabımız D. 15-də. Mətnə görə arı pətəklərinin sahibləri ilə əvvəlcədən əlaqə saxlamaq niyə vacibdir? Gəlin mətndə həmin sualın cavabını tapaq. Bir dəqiqə. Aha. Arı pətəkləri. Pətəklər adətən kənd evlərinin həyətində və ya bağ sahələrində yerləşdirilir. Ona görə də bu sahələrdə işləyərkən ehtiyatlı olun. Həyətyanı sahənizdə tüstülü və qoxulu işlər aparacaqsanızsa, əvvəlcədən arı pətəklərinin sahibləri ilə əlaqə saxlayın. Bu, pətəklərin və arıların təhlükəsizliyini təmin edir. Nə üçün? Pətək və arıların təhlükəsizliyi üçün əlaqə saxlamaq lazımdır. Bu da hansı variantdadır? D variantında. Doğru cavab D. Siz bütün sualları mətndən rahatlıqla tapa bilərsiniz. Sadəcə diqqətli olmaq lazımdır. 16. Arıların su qablarına nə üçün daş və budaqlar qoymaq lazımdır? İndi gəlin tapaq, görək nə üçün qoyuruq. Mətni mən balacalaşdırım biraz. Burada bir dəqiqə qida və sığınacağa baxaq. Deyir ki, kiçik su qabları qoyun, üzərinə daş və budaqlar əlavə edin ki, arılar suyu rahat içə bilsin. Nə üçün? Arıların suyu rahat içə bilməsi üçün. Doğru cavab hansılarda olacaq? B variantında. 17. Arıları qorumağın əhəmiyyəti mətnin hansı hissəsində verilmişdir? 17-ci sualda baxırıq arıların qorunmasının əhəmiyyətinə. Giriş hissəyə baxaq. Arıların təbiət üçün həyati əhəmiyyət daşıyır. Onlar çiçəkləri tozlandıraraq bitkilərin böyüməsini təmin edir və bal hazırlar. Arıların qorunması təbiətin və qida təhlükəsizliyinin qorunması deməkdir. Bu istiqamətdə hər biriniz sadə qaydalara əməl edə bilərsiniz. Yəni, arıların qorunmasına harda bəhs olunduğu giriş hissədə. Düzdür, bura giriş yazılmayıb, amma hər biriniz bilir ki, mətnin başlanğıcı onun girişidir. 18. Zərərvericilərə qarşı mübarizə zamanı davranışlarla bağlı məlumat mətnin hansı hissəsində verilmişdir? Baxırıq dərmanlamaya. Deyir ki, niyə dərmanlamaya getdim birbaşa? Çünki mübarizə harda olur? Qida və sığınacaqda olmur. Zərərverici daha doğrusu. Zərərverici ilə mübarizədə biz nə edirik? Dərmanlama vasitəsindən istifadə edirik. Ona görə də ora baxırıq. Bağda həşəratları məhv etmək üçün kimyəvi maddələrdən istifadə edərkən diqqətli olun. Çiçək açmış bitkilərə, arı pətəklərinə və arıların qida topladığı sahələrə dərman püskürtməyin. Mümkünsə kimyəvi maddələri gün batdıqdan sonra tətbiq edin ki, arılar zərər görməsin. Yəni, zərərvericilərə qarşı mübarizə zamanı davranışla bağlı məlumat dərmanlama hissəsində öz əksini tapıb. Doğru cavab 18-də A variantı olacaq. Keçək növbəti 19-cu sualımıza. Bu mətn hansı məqsədlə yazılmışdır? Bu mətni ümumiyyətlə bunu tapmağa ehtiyac yoxdur. Bu mətn nə üçün yazılıb? Arılar adından da göründüyü kimi arılar qorumaqla bağlı, arılar haqqında məlumat verməklə bağlı yazılıb. İndi baxaq görək.
daha doğrusu hansı variant olacaq? Oxucunu əyləndirmək xeyr. Oxucunu təlimatlandırmaq bəli. Yəni arılarla bağlı hansı tədbirləri görə bilərik? İstər dərmanlama, istər qidalanmasında, istər və digər mövzularda nələr edə bilərik? Bu barədə oxucuya təlimat verir. Təlimatlandırma məqsədi daşıyır. Digərlərinə baxaq. Tədqiqat nəticələrini bölüşmək xeyr, tədqiqat aparılmayıb. Arıların fəaliyyətini təsvir etmək xeyr. Burada arıların fəaliyyətindən təsvir olunmayıb. İnsanların arılar üçün nə edə bilər? Ondan təsvir olunur. Ona görə də doğru cavab B variantı olacaq. Davam edirik. Növbəti 20-ci sualımızla. 20-ci sualımız isə çərpələng mətninə aid olacaq. Ona görə mətnimizi açırıq. Aha. İndi onun həftələrlə masa arxasında işləməsi nəyi göstərir? Onurun daha doğrusu üzr istəyirəm. Onurun həftələrlə masa arxasında işləməsi nəyi göstərir? Baxırıq bu hissəyə. Onur həftələrlə öz yataq otağındakı masanın arxasında oturub diqqətlə təlimatları oxuyur, çərpələnci hissələrini birləşdirməyə çalışırdı. Bir müddət sonra özünü tamamilə bu işə vermişdi. İndi görək, yəni bu nəyi göstərir? Tapşırığın ona çətin gəldiyini, xeyr. Sonra təlimata tam əməl etməməsini, xeyr. Zamanla işə marağının artmasını, bəli. Axı burada da deyir ki, tamamilə özünü, bir müddət sonra özünü tamamilə bu işə vermişdi. Çünki onun üçün maraqlı gəlirdi o. Ona görə özünü o işə vermişdi. C variantı. Raulun rəğbətini qazanmaq istəməsi xeyr, bu da yanlışdır. 21. Mətnə görə Onur çərpələngin hazırlanması zamanı hansı işi atasından daha məharətlə yerinə yetirirdi? Baxın. Artıq burada çərpələngin çərçivəsi hazır idi. Sonra Onur ipək parçanı çərçivənin üzərinə çəkdi və ipləri xüsusi düyünlərlə bağladı. O, düyün vurmaqda atasından daha bacarıqlı idi. Yəni neydən? Düyün vurmaqda. B variantı doğru olacaq. 22-də çərpələng hazırlamaq Onur üçün niyə xüsusi əhəmiyyət daşıyırdı? Çünki Onur və atasının zəhməti sayəsində başa gəldiyi üçün. A. Baxaq, maddi baxımdan dəyərli hədiyyə olduğu üçün xeyr, digər çərpələnglərdən sürətlə uçduğu üçün xeyr, atasının aldığı ilk hədiyyə olduğu üçün xeyr. Sadəcə olaraq onun və atasının zəhməti sayəsində başa gəldiyi üçün onun üçün dəyərli idi. Keçirik növbəti 23-cü sualımıza. 23-cü sualımız isə babamın məsləhət mətni ilə bağlıdır. Kamil babasının məsləhətindən sonra Ceyhun neynir? Gəlin birinci tapaq Kamil babanın məsləhətini görək. Kamil baba hansı məsləhət verir? Burada. Bundan sonra götürdüyün kitabı tam oxu, həm də diqqətli ol. Bir də əsərin adını, qısa məzmununu, müəllifini, xoşuna gələn cümlələri dəftərçədə qeyd et. Yəni məsləhəti bu idi Kamil babanın. Bu nəyə kömək eləyir? Kitabı daha şuurlu, burada deyir, qeydlər aparanda daha diqqətli olursan, kitabın məzmunu yaddaşında yaxşı qalır. Gələcəkdə lazım olanda bu qeydlərə baxa bilirsən. İndi baxaq. Daha şuurlu oxumağa başladı. Bəli. Daha sürətli oxumağa başladı, xeyr. Daha çox oxumağa başladı, xeyr. Baba ilə birlikdə oxumağa başladı, xeyr. Doğru cavab A olacaq. Çünki o, mətnə aid hissələri, xoşuna gələn cümlələri, qısa məzmunu və s. yazanda daha şuurlu, başa düşə-düşə, dərk edərək oxuyurdu. A variantı. 24. Hekayədən hansı nəticəni çıxarmaq olar? Çox oxumaq qalib gəlmək üçün əsas şərtdir, xeyr. Oxuduğunu anlamaq çox oxumaqdan vacibdir, bəli. B variantı. Oxunan kitabların sayı savadın əsas göstəricisidir, xeyr. Çünki sən say çox olub, oxuduqlarına heç nə başa düşmürsənsə, onun bir mənası yoxdur. Başqalarının tərif etmək üçün oxumaq lazımdır, xeyr. Doğru cavab B olacaq. 25-ci sualımızla davam edirik. Baba nə üçün Ceyhuna kitabı qeyd götürərək oxumağı məsləhət görür? Hekayədə verilmiş səbəblərdən birini yaz. Çünki, baxın, bu hissəni tamamilə götürüb oraya köçürmək olar. Yəni görək. Bura yox, buranı. Daha diqqətli olursan, kitabın məzmunu yaddaşında qalır və gələcəkdə lazım olanda bu qeydlərə baxa bilirsən. Bu 3 dənədən birini yaza bilərsən. Amma biz hamısını yazaq. Daha diqqətli olursan. Bunu yazsanız düz sayılır. Sonra kitabın məzmunu yaddaşında yaxşı qalır. Yaxşı qalır. Və sonuncu, gələcəkdə lazım olanda bu qeydlərə baxa bilirsən. Buradan yazaq. Lazım olanda bu qeydlərə baxa bilirsən. Yəni bu 3 dənədən hər hansı birini yazsanız, sizin cavabınız doğru hesab olunur. Davam edirik növbəti təbiət sualları ilə. Artıq burada keçirik böyük ekrana. Nə deyir 26-cı sualda?
Bir elm adamı iddia edir ki, havadakı karbon qazının miqdarı artdıqca bitkilər daha sürətlə fotosintez edir. Bu iddianı yoxlamaq üçün aşağıdakı tədqiqatlardan hansını aparmaq daha doğru olar? Mən təbiət müəllimi deyiləm, amma variantları bir-bir analiz edərək bunun necə tapdığını sizə də izah edəcəm. Baxırıq variantları oxumağa. Müxtəlif mövsümlərdə yarpaqların rəngini müşahidə etmək. Xeyr. Çünki bir dəqiqə. Burada karbon qazının miqdarından söhbət gedir. Karbon qazının miqdarı artdıqca bitkilər daha sürətlə fotosintez edir deyir. Axı mövsüm dəyişəndə, fəsil dəyişəndə karbon qazı dəyişmir. Ona görə A deyil. Karbon qazının miqdarı dəyişdirildikcə bitkinin vahid zamanda buraxdığı oksigen miqdarını ölçmək. Bəli, bu doğru ola bilər. Yəni biz karbon qazının miqdarını əvvəlcə müəyyən qədər qoyuruq, bitkilərin fotosintezini izləyirik. Sonra yavaş-yavaş onu artırırıq və hər artırdıqca da fərqli bir nəticələr ölçürük. Ona görə də biz bunu yoxlaya bilərik. Meşələr və çəmənliklərdəki bütün qazların səviyyəsini müqayisə etmək bu mümkün deyil. Fərqli bitkilərin karbon qazını udma sürətini və yarpaq hüceyrələrinin sayını ölçmək. Bu da deyil. 27-ci sualımızın burada doğru cavab B-dir. 27-ci sualımızla davam edirik. Şəkildə eyni qələm, boş, su, yağ ilə dolu stəkanlarda fərqli şəkildə görünür. Bu hadisə işığın bir mühitdən digərinə keçən zaman sınması ilə əlaqəlidir. Baxın şəkilə. İndi deyir ki, əgər şagird stəkanın yarısına qədər su, digər yarısına yağ əlavə edib qələmi oraya yerləşdirsə, qələmin görüntüsü necə olacaq? Deməli, uşaqlar, baxın, bura kimi suyu yerləşdirir. Eyni stəkan olur, eyni stəkan. İndi burada ayrı-ayrı göstəriblər. Əlavə də bir stəkan çəkirik. Bunun da içində bir qələm olsun. Bir dəqiqə, pozum yenidən çəkim, çünki yuxarı hissəsi düşmədi. Bir stəkan götür, misal üçün, belə. Bunun da içində bir qələm olsun. Bunun yarısına qədər su doldur. Digər yarısında yağ ilə doldur. Və deyir ki, qələmi oraya yerləşdir. Qələm necə dəyişəcək? Baxırıq. Qələm yalnız su, yağ sərhəddində sınmış görünəcək. Xeyr, çünki burada da sınır. Burada da sınır. Yəni, sadəcə burada sınmış görünməyəcək. Həm burada sınacaq yağla suyun sərhəddində, həm də hava ilə suyun sərhəddində. İndi baxırıq. Qələm stəkanın içində düz görünəcək. Xeyr, qələm həm hava, yağ, həm də yağ su səthində sınmış görünəcək. C variantı doğru olacaq. Qələm yalnız hava, yağ sərhəddində sınmış görünəcək. Xeyr, bu yanlışdır. Ona görə də doğru cavabımız C variantı olacaq. Keçək növbəti sualımıza. 28-ci suala baxırıq. Ağ işığın prizmadan keçərkən rənglərə ayrılmasının əsas səbəbi nədir? Ağ işığın prizmadan keçərkən əks olunması, xeyr. Ağ işığın prizmadan keçərkən udulması, xeyr. Ağ işığın tərkibindəki rənglərin fərqli bucaq altında sınması, bəli. Axı bu prizmanın fərqli bucaqları var, belə. Ona görə müxtəlif bucaqlarda ağ işıq sınır və rəngarəng bir vəziyyət yaranır, görünüş yaranır. Ona görə də doğru cavab C olacaq. Ağ işığın prizmadan düz keçməsi, xeyr, düz keçsəydi sınmazdı. Keçirik növbəti 29-cu və 30-cu suallarımıza baxırıq. 29-cu və 30-cu sualları eyni şərtlə izah edəcəyik. Bir qrup şagird hansı materialın suyu daha uzun müddət isti saxlayacağını araşdırmaq qərarına gəlir. Bunun üçün onlar 3 ədəd eyni ölçülü qabı müxtəlif materialla sarıyırlar. Alüminium folqa, kətan və plasmas. Qabların hər birinə eyni miqdarda isti su əlavə edirlər. Hər 10 dəqiqədən bir qablardakı suyun temperaturunu ölçürlər. Burada cədvəldə də ölçü göstərilir. İndi 29-cu sualda deyir ki, niyə uşaqların qaba tökdükləri suyun həcmi və temperaturu eynidir? Niyə eyni olacaq? Çünki düzgün yoxlama aparmaq üçün, nəticəni düzgün müqayisə etmək üçün. Əgər biri 10 mil töksəydi, biri 20 mil, biri 50 mil, bu doğru nəticə olmayacaqdır. Ona görə də eyni ölçüdə tökmək lazımdır ki, bilinsin ki, nədir. Doğru cavab A variantı nəticələri düzgün müqayisə edə bilmək üçün. B-yə baxaq, termosların daha dəqiq işləməsi üçün xeyr, təcrübəni tez bitirə bilmək üçün xeyr, təcrübəni real həyatla əlaqələndirmək üçün xeyr. Doğru cavab A olacaq. 30-cu sualımıza baxırıq. 30-cu sualda həmin bu məlumatla bağlıdır. Hansı material suyu daha uzun müddət isti saxladı? İndi gəlin cədvələ baxaq. 0 dəqiqədə kətan oldu 60, alüminium folqa 60, plasmas 60. 10-cu dəqiqədə kətan oldu 56, alüminium oldu 52, plasmas oldu 54. Yenə 20-ci dəqiqədə kətan oldu 53, alüminium folqa oldu 46, plasmas oldu 49. Ən çox hansında temperatur oldu? Kətanda. Deməli, doğru cavabımız kətan olacaq. Gəlin görək kətan hansı variantdadır? B variantında. Bəli. Ən isti, uzun müddət isti saxlayan kətandır. 31. Əli deyir, mən gördüm ki, kağızı cıranda da forması dəyişir. Kağızı yandıranda da külə çevrilərək forması dəyişir. Deməli, hər iki halda eyni proses baş verir. Əlinin bu arqumentindəki əsas səhv nədir?
O kağızın tərkibindəki dəyişiklikləri nəzərə almayıb. Bəli, kağızı cırarkən sadəcə onun forması dəyişib, amma kağızı yandırarkən külə çevriləndə onun tərkibi dəyişib. Əli bunu nəzərə almayıb. Ona görə də onun arqumentindəki əsas səhv budur. Doğru cavab A olacaq. İndi baxaq digər variantlara. O hər iki prosesin eyni müddətdə baş verdiyini nəzərə almayıb. Xeyr. O kağızı cırmaq üçün sərf olunan enerjini nəzərə almayıb. Xeyr. O kağızın hansı materialdan hazırlandığını nəzərə almayıb. Xeyr. Doğru cavab A olacaq. İndi keçək növbəti suallara. Baxırıq. 32-ci suala, 32 və 33-cü suallar eyni mövzu ilə bağlıdır. Yer kürəsi Günəş və Ay arasından keçdikcə Ay tutulması baş verir. Yəni yer, Günəş və Ayın arasından keçəndə Ay tutulması baş verir. 32-ci suala baxırıq. Deyir ki, nəyə görə Ay tutulması Günəş tutulmasına nisbətən daha çox insan tərəfindən müşahidə olunur? Çünki Günəş yerdən qat-qat böyükdür. Ona görə də yer bir dəqiqə. Günəş yerdən böyükdür. Buna görə də Günəşin yaratdığı işıqda kölgə daha az yaranır. Təsəvvür edin ki, bir əlinizdə plastik var. Ona Günəş işığı daha çox düşür və o ətrafı işıqlandırır deyə onun kölgəsi kiçik olacaq. Amma Ay yerə nisbətən kiçikdir. Buna görə də burada kölgə daha çox olacaq. Ona görə də doğru cavabı nə olacaq? İndi bir-bir variantları oxuyaq baxaq. Ay yerdən böyük olduğuna görə xeyr. Ay yerdən böyük deyil, kiçikdir. B. Ay tutulması zamanı Günəş söndüyünə görə xeyr. Günəş heç bir zaman sönmür. C-də yerin yaratdığı kölgə daha böyük olduğuna görə. Bəli, yerin yaratdığı kölgə çünki nədir? Necə deyim? Yer Aydan böyükdür, Günəşdən kiçikdir və bunların ortasından qalandığı yerin yaratdığı kölgə daha böyük olmuş olur. D-də Günəş tutulması zamanı Ay daha sürətlə hərəkət etdiyinə görə xeyr. Heç bir tutulmada hər hansı bir planet və yaxud da peyk öz sürətini dəyişmir. İndi doğru cavabımız 32-də olacaq C variantı. 33-cü suala baxırıq. Bəs Günəş tutulması necə baş verir? Siz təbiət kitablarında da oxuyanda bilərsiniz ki, Günəş tutulması nə zaman baş verir? Yer kürəsi Günəş və Ay arasından keçdikdə. Bir dəqiqə. Davam edək. Təbiət kitablarından da sizə aydın olduğu kimi yer Günəş və Ay arasından keçdikdə Ay tutulması baş verir. Ay isə Günəş və yer arasından keçdikdə Günəş tutulması baş verir. Ona görə də doğru cavab B variantı olacaq. Baxaq. 33-də B variantı. Ay yer kürəsi və Günəş arasından keçdikdə. Davam edək 34-cü sualımızla. 34 və 35-ci sual da yenə eyni məlumatla bağlıdır. Biləyinizə barmağınızı qoyduqda nəbzinizi hiss edə bilərsiniz. Biləyinizdə nəbzinizin yaranma səbəbi nədir? Baxırıq. Biləkdəki sinirlər hiss edə biləcəyiniz kiçik elektrik siqnalları yaradır. Xeyr, bu deyil. Arterial ürəyin döyünməsi ilə ritmik olaraq genişlənir və daralır. Bəli, arteriyalar, yəni damarlar ürəyin döyünməsi ilə ritmik olaraq genişlənir və daralır. Bu da qanın dövr etməsi ilə bağlıdır. Ona görə də 34-də doğru cavab B olacaq. Ürək döyündükcə sümüklər hərəkət edir. Xeyr. Biləkdəki əzələlər qanın ürəyə qayıtmasını təmin edir. Xeyr, bu da deyil. 35-də niyə nəbzi biləkdə hiss etmək olur? 35-ci sual. Çünki ürəkdən gələn arteriya bu nahiyədə dərinin səthinə yaxındır. Bəli. Dərinin səthinə yaxın hissələrdə bunu hiss eləmək olur. Doğru cavab A variantı olacaq. Çünki bu nahiyədəki damarlar ürəyə daha yaxındır. Xeyr. Çünki bu nahiyədə qan daha sürətlə artır. Xeyr. Çünki sümüklər damarları çölə doğru itələyir. Xeyr. Doğru cavab A olacaq. Burada A, burada B. Davam edirik 36-cı sualımızla. Deyir, 36 və 37-ci suallar bu cədvələ aiddir. Deyir ki, qrafik ayın 1000 metr qaçarkən ayağının daha doğrusu üzr istəyirəm. Qrafik ayağının 1000 metr qaçarkən tənəffüsünün necə dəyişdiyini göstərir. İndi baxırıq. Normal gəlir, tənəffüs yüksəlir, sonra azalır. İndi 36-da deyir ki, niyə qaçarkən daha sürətli nəfəs alırıq? Çünki bədənimizə oksigen çatmalıdır. Oksigen üçün də biz daha sürətli nəfəs almalıyıq. Bu da harda olur? A variantına baxaq. Daha çox oksigen qəbul etməklə qidanı parçalayıb tərkibindəki enerjini əldə etmək üçün. Bəli. Bu doğrudur. A variantı. B-də daha çox karbon qazı qəbul etməklə enerji əldə etmək üçün. Xeyr, karbon qazı enerji vermir bizə. C-də ağciyərə daxil olan qazların bədən temperaturunu aşağı salması üçün. Xeyr, bu da yanlışdır. Daha çox su itirməklə yüngülləşmək üçün. Xeyr, bu da yanlışdır. Doğru cavab A variantıdır. 37-ci sualımıza baxaq. Qaçarkən və qaçmağı dayandırdıqdan sonra insanın ürək döyüntüsündə nə kimi dəyişikliklər baş verir? Sxemdən də gördüyünüz kimi qaçarkən ürək döyüntüsü artdı, dayananda isə azalırdı. Ona görə də bu hansı variantda olur? D variantıdır. Qaçarkən
Ürək döyüntüsü artır və fəaliyyət dayandıqdan sonra tədricən normal səviyyəyə qayıdır, yəni azalır. Doğru cavab D-dir. 38-ci sualımızla davam edirik. 38 və 40-cı suallar. Kənd təsərrüfatı mütəxəssisləri torpağın münbitliyini, məhsuldarlığını qiymətləndirərkən onun tərkibindəki 4 əsas komponentin balansına diqqət yetirirlər. Mineral maddələr, üzvi qalıqlar, su, hava. İdeal münbit torpaqda bu komponentlərin nisbəti bütöv bitki köklərinin həm qidalanmasını, həm də nəfəs almasını təmin edir. Əgər bu balans pozularsa, torpaq həddindən artıq bərkiyir, hava çatışmır ya da quru və qidasız olur. İndi baxırıq. Burada sizə təsvirdə verib. İndi sualımız nədir? Aşağıdakı cədvəldə müxtəlif ərazilərdən götürülmüş 4 fərqli torpaq nümunəsinin tərkibi verilmişdir. Özünüz görürsünüz. 38-ci sualda deyir ki, C nümunəsindəki üzvi qalıqların çox olması, lakin su və havanın azlığı hansı problemi yarada bilər? İndi baxırıq cədvələ. Üzvi qalıqlar budur. Görürsünüzmü? Üzvi qalıqlar sadəcə 5% olmalıdır. Normal münbit torpaqda. İndi deyir ki, üzvi qalıqlar artıb olub 60%. Bu hansı problemə səbəb ola bilər? Bir dəqiqə. Üzvü qalıqlar neynir? Çürüyür, çürüntü yaradır və təsəvvür edin ki, bu çürüntü torpağı münbitləşdirir, qidalandırır. Amma bu həddindən artıq çox olanda artıq neynir, nə baş verir? Bitki kökləri qida tapsa da tənəffüs və su təminatı pozular. Bəli, tənəffüs edə bilməz, su tapmaqda da çətinlik çəkər. İndi baxaq, torpaq çox bərk olar, şumlanmaz. Xeyr, dedik ki, üzvü maddələr, qalıqlar çox olanda münbitləşir, yumşaq olur. Bitkilər mineral maddə çatışmazlığından inkişaf edə bilməz. Xeyr, çünki qida tapar, mineral maddələri bol olar. Torpaqda çürümə prosesi sürətlənər və mineral maddə artar. Bəli, mineral maddə artar, amma çürümə prosesi sürətlənməz axı. Çünki burada balans pozulur. Balans pozulanda hər şey qaydasında getmir. Ona görə də doğru cavab D variantı olacaq. 39. Fermer C nümunəsi olan torpağı B nümunəsi halına gətirmək üçün hansı tədbiri görməlidir? Gəlin C və B-yə baxaq. C budur, B budur. C-ni B-yə gətirməlidir. Baxın, burada fərq var. 25 yüksəkdir C-ni. 25% mineral maddəni artırmalıdır. Sonra üzvi maddəni, üzvi qalıqları azaltmalıdır. Sonra suyu da artırmalıdır, havanı da artırmalıdır. İndi görək fermer nə etməlidir? Torpağa daha çox üzvü gübrə əlavə etməlidir. Üzvü gübrə xeyr, azaltmalıdır axı. Üzvü qalıqları baxın, B-də 5-dir, C-də 60-dır. Deməli bunu artırmalı deyil, azaltmalıdır. Ona görə də bu yanlışdır. Torpağa daha çox su vararaq rütubəti 10%-dən 25%-ə qaldırmalıdır. Su vararaq. Aha. Xeyr, daha çox su vararaq rütubəti qaldıra bilməz. Ona görə də bu doğru deyil. İndi bir dəqiqə çıxaq yuxarıda şəkilə də baxaq. Görürsünüzmü? Məsaməli boşluqlar. Bu nə zaman yaranır? Hava və mineral maddənin birləşməsində. Yəni bunu suvarmaqla həll olunması bir şey deyil. Ona görə də suvarmaqla biz nə edə bilmərik? Onun rütubətini artıra bilmərik. C-də bir dəqiqə A-nın B-nin üstündən xətt çəkim. 39 C-də torpağa qum, mineral qatıb, onu havalandırmalı, üzvü maddə nisbətini azaltmalıdır. Bəli, üzvü maddə nisbəti orada da deyildiyi kimi azalmalıdır. Ona görə çünki 60-dan 25-ə düşməlidir. Daha doğrusu 5-ə düşməlidir, səhv eləmirəmsə. D-də torpaqdakı hava boşluqlarını bağlamaq üçün onu ağır texnika ilə sıxışdırılmalıdır. Hava boşluqlarını azaltmaq lazım deyil axı. Bağlasaq biz o azalar. Hava boşluqlarını əksinə artırmalıyıq biz. Ona görə də D variantı da yanlışdır. Doğru cavab C olacaq. 40. Əgər D nümunəsinin olduğu ərazidə güclü yağış yağarsa və bütün məsamələr su ilə dolarsa, diaqramda hansı dəyişiklik baş verir? Gəlin baxaq D-yə. Güclü deyir, yağış yağarsa, biraz balacaladım. D-yə baxırıq. Deyir ki, güclü yağış yağarsa və bütün məsamələr su ilə dolarsa, diaqramda hansı dəyişiklik baş verir? Güclü məsamələr dolanda havalanma neyniyəcək? Azalacaq. Bizə də D-dən gedir söhbət. D. İndi oxuyaq variantları. Mineral maddələrin faizi kəskin artar. Xeyr. Hava faizi sıfıra yaxınlaşar, su faizi artar. Bəli, hava faizi, məsamələr dolubsa, hava faizi sıfıra yaxınlaşacaq. Ona görə də su faizi də artacaq. Doğru cavab B variantı olacaq. B variantını işarələyirik. Keçirik növbəti 41-ci sualımıza. 41-ci sualımıza davam eləyək. X, Y, Z kitabları rəfdədir. Hər birinin kütləsi üzərinə yazılmışdır. İndi bizə sual verir ki, hansı ifadə doğrudur? X kitabının potensial enerjisi Y kitabının potensial enerjisindən daha çoxdur. Xeyr, yanlışdır.
Gəlin sizə potensial enerjini izah edeyim. Potensial enerji nədir? Əşyanın və yaxud da cismin kütləsi və hündürlüyü potensial enerjidə rol oynayır. Yəni baxın burada Y kitabı ilə Z kitabı eyni kütlədədir, amma onların potensial enerjisi eyni deyil. Z isə Y-dən hündürdə yerləşib, bir rəf yuxarıda. Ona görə də Z-in potensial enerjisi Y-in potensial enerjisindən çox olacaq. Burada isə baxırıq Y və X biri 500 qramdır, biri 200 qramdır. Eyni rəfdə olsalar da, hündürlükləri eyni olsa da, Y-in kütləsi çox olduğu üçün onun potensial enerjisi X-dan böyük olacaq. İndi baxırıq A-da X kitabının potensial enerjisi Y kitabının potensial enerjisindən daha çoxdur. Xeyr, çünki kütləsi azdır, ona görə də azdır. X və Y kitablarının potensial enerjiləri bir-birinə bərabərdir. X və Y. Xeyr, yanlışdır. Çünki Y-in kütləsi çox olduğu üçün X-dan böyük olacaq onun potensial enerjisi. C-də Z kitabının potensial enerjisi həm X, həm də Y kitabının potensial enerjisindən çoxdur. Bəli, bu doğrudur. Z-in potensial enerjisi Y-dan da çoxdur, X-dan da çoxdur. D-yə baxırıq. Y və Z kitablarının potensial enerjiləri bərabərdir. Xeyr, yanlışdır. Bayaq da dediyim kimi hündürlük burada böyük olduğu üçün Z Y-dən çox olacaq. Ona görə D də yanlışdır. Doğru cavabımız C olacaq. Davam edirik 42-ci sualımızla. Şəkildə elektrik dövrəsi təsvir edilmişdir. Hansı lampalar yanır? Baxaq. Buradan gəlir. Burada görürsünüz açıldı. Bunu yandıra bilmədi axı. Ona görə olmur. Deməli bu lampa yanmayacaq. Sonra baxın, hər iki tərəfdən lampaya elektrik çatmalıdır. Gəlirəm buradan Y-ə toxunur, amma buradan açarla açıqlar, ona görə bu da yanmır. Və gəlirəm buradan, görürsünüz açılmayıb. Buradan da gəlir elektrik, buradan da təkcə Z, yalnız Z lampası yanmış olacaq. Doğru cavab A variantıdır. 43-cü sualımızla davam edirik. Şagird suxurların fiziki aşınma prosesinin modelini yaratmaq üçün aşağıdakı addımları atır. 1. İçərisində kiçik çat olan bir daş götürür. 2. Çatın içini su ilə doldurur. 3. Daşı dondurucuya qoyur. Şagird bu prosesin daşı həqiqətən parçalayıb parçalamadığını elmi şəkildə sübut etmək istəyir. Təcrübənin nəticəsinin etibarlı və dəqiq olması üçün şagird daha sonra nə etməlidir? İndi baxarıq. A. Donma prosesindən sonra daşı otaq temperaturunda saxlamalı və çatın genişlənməsini bir dəfə ölçməlidir. Xeyr, bu yanlışdır. Sadəcə bir dəfə ölçməklə onu bilə bilməz, sübut edə bilməz. B. Daşı dondurucudan qalma müddətini hər dəfə azaltmalı və müxtəlif növ suxur üzərində təcrübəni təkrarlamalıdır. Xeyr, müxtəlif növ suxurlardan istifadə edəndə artıq o təcrübəni sübut edə bilməz. Sübut etmək üçün eyni növü istifadə etməlidir. Amma müddətini bəli, fərqli eləyə bilərdi. Ona görə də B də yanlışdır. C. Prosesi, yəni donma və əriməni eyni şəraitdə bir neçə dəfə təkrarlamalı və hər dəfə çatın ölçüsündəki dəyişiklikləri qeyd etməlidir. Bəli, doğru cavab bu olmalıdır. D. Təcrübəni daha sürətli sona çatdırmaq üçün daşı dondurucudan çıxaran kimi qaynar suya salmalıdır. Xeyr, bu da təcrübəni sübut etməz. Doğru cavab C-dir. 44 və 45-ci suallarımıza baxırıq. Eyni şəkilə aiddir suallar. Rentgen şüaları həkimlərin sümükləri görməsinə və sınıqları müəyyən etməsinə imkan verir. Sümük sınığı sümüyün qırılması və ya çatlamasıdır. Aşağıdakı şəkillər baldırın və ayağın bir hissəsinin iki fərqli görüntüsünü göstərir. Hansı rentgen müayinəsinin şəkli sümük sınığını göstərir? Baxın, burada şəkil 1-də heç bir sınıqdan bəhs olunmur. Ona görə də şəkil 2-də, bəli, rentgen müayinəsi sınığı göstərəcək. Burada sınıq var və burada sınıq var. Doğru cavab 44-cü sualda B variantı şəkil 2 olmuş olacaq. 45-ci sualımızla davam edək. Sınmış sümük özünü bərpa edə bilir. Niyə həkim zədələnmiş nahiyəyə gips sarğısı qoyur? Bunun cavabına baxaq. Zədələnmiş nahiyə ümumiyyətlə heç oradan olmasa da bir təsəvvür edin ki, bu sümük sınıq, yəni bir-birinin üstündən aralanıb. Ora gips sarğısı qoymasa, o sümüyü üst-üstə yerləşdirib ora gips, yəni hərəkətsiz vəziyyətə gətirməsə o sümük normal formada birləşməz. Doğru birləşməz. Ona görə də ora gips sarğısı qoyurlar. İndi baxaq görək bizim bu dediyimizə uyğun hansı variant uyğun gəlir. A. Zədələnmiş nahiyəni hərəkətsiz saxlayıb sınmış sümüyü sağaltmaq üçün. Bəli, bu olacaq. Hərəkətsiz olmalıdır ki, sınmış sümük bərpa olsun və düzgün bərpa olsun. Əsas olan budur. Doğru cavab A-dır. B-yə baxaq. Sümüyün daha sürətli böyüməsi üçün xeyr, qanın sümüyə axmasının qarşısını almaq üçün xeyr, əksinə qan gəlməlidir ki, daha tez sağalsın. Sümüyü yumşaltmaq və elastik etmək üçün xeyr. Doğru cavabımız A-dır. 46. Sinifdə bir şagird qrip xəstəliyinə yoluxmuşdur. Müəllim sinifdə gigiyena qaydalarına riayət etməyin vacibliyindən danışır. Lakin bəzi şagirdlər bunun nə dərəcədə vacib olduğunu anlamır. Sizcə patogenlər hansı yollarla yayıla bilər? A bəndi. Yalnız qida vasitəsilə. Bir də qripdən söhbət gedir. Qripdə hava yolu ilə yayılır, təmasla yayılır. Yəni bu üsullarla yayıla bilər. İndi baxaq görək hansı variantda uyğun olacaq. Yalnız qida vasitəsilə, yalnız içki, qida və su ilə yayılır. Xeyr, yanlışdır. A deyil. B. Sadəcə dəridə açıq yaralar olduqda, xeyr, bu da yanlışdır. Qripdən söhbət gedirsə doğru deyil. C. Yalnız heyvanlarla təmasda olduqda, xeyr. Hava damcı yolu ilə, bəli, askırmaqla, öskürmək zamanı havaya düşən mikroblar vasitəsilə yayılır. D variantı doğrudur. 47-ci sualımızla davam edirik.
Aşağıda qeyd olunan xüsusiyyətlər hansı bitki qrupuna aiddir? Kökləri yoxdur, sporlarla çoxalır, çiçəksizdir. Bu mamırlara aiddir. C bəndi. Kökləri yoxdur, sporlarla çoxalır və çiçəksizdir. Bu mamırlardır. Kaktusların kökləri var, bu deyil. Qıcılar var, səhv etmirəmsə. İynə yarpaqlarında kökləri var. Burada doğru cavab C olacaq. 48. Aşağıdakılardan hansı heterogen qarışığın nümunəsidir? Deməli, bir var homogen qarışıq, bir də var heterogen qarışıq. Homogen qarışıqda hər hansı bir iki maddəni qarışdıranda onlar bir-birinə qarışır və eyni bir maddə alınır. Amma heterogenda iki dənə bir maddəni qarışdıranda bir-birinə onlar bir-birinə qarışmır. Misal üçün su və yağ kimi. Bu heterogendir. Çünki bir-birinə qarışmadılar. Amma su və şəkər qarışdıranda o şəkər suda həll olunur və eyni bir maddəyə çevrilir. Bu olur homogen. Ona görə indi baxırıq variantlar. Su və şəkər bəli qarışanda bir-birinə qarışırlar və eyni kütləyə çevrilirlər. Neft, su bu olacaq heterogen. Duz və su qarışdıranda eyni maddəyə çevrilirlər. Su və süd və suyu da qarışdıranda eyni bir maddəyə çevrilirlər. Ona görə də doğru cavab B olacaq heterogenlər. 50-ci sualımıza baxaq. Yox, üzr istəyirəm 49-cu suala. İki eyni lampa elektrik dövrəsinə əvvəlcə ardıcıl qoşulur, sonra isə həmin lampalar eyni dövrəyə paralel birləşdirilir. Açar qapandıqda dövrədə lampaların işıqlanmasına aid məlumatlardan hansı doğrudur? Bu birinci dövrədə, bu ikinci. İki dövrəsindəki lampalar daha zəif işıqlanır. Yəni bu açarı bura qapasam, xeyr, eyni işıqlanacaq. B. Bu açarda bir dövrəsindəki lampalar daha zəif işıqlanar. Xeyr, baxın, burada deyir ki, iki dövrəsindəki lampalar daha zəif işıqlanır. Xeyr, çünki baxın, bura var və bura var. Hər ikisinə eyni dərəcədə çatır da elektrik. Ona görə burada fərqi olmayacaq, eyni dərəcədə işıqlanacaq. Amma B-də bir dövrəsindəki lampalar daha zəif işıqlanır. Bu doğrudur. Çünki niyə? Buna elektrik çatdı. Buna da buradan çatdı. Amma buradakı elektrik müsbət enerjida bu işığa gec çatır. Buradakı mənfi enerjidə digər işığa gec çatır. Ona görə də bir dövrəsindəki lampalar daha zəif işıqlanacaq. Doğru cavabımız B-dir. 50-ci suala baxaq. Şəkilə əsasən verilmiş ərazidə aşınmanın növü və baş vermə şəraitini müəyyən edin. Fiziki, canlı orqanizmlərin zəif olması. Xeyr. Canlı orqanizm fizikidir, amma səbəbi canlı orqanizmlərin zəif olması deyil, aşınmanın səbəbi. B-də fiziki, gecə və gündüz arasındakı temperatur fərqi. Bəli, bu doğrudur. Gündüz həddindən artıq isti, gecə isə soyuq. Bu aşınmaya səbəb olur. C. Bioloji canlı orqanizmlərin təsiri deyil, kimyəvi yağıntıların çox düşməsi bu da deyil. Doğru cavabımız B olacaq. Belə uşaqlar, təbiət suallarında sanmıram, amma ola bilsin ki, bəzi suallarda səhv ola bilər. Amma düşünmürəm səhv olacaqlar. Çünki yenə qeyd etdiyim kimi təbiət müəllimi deyiləm. Sadəcə sizin bütün sualların izahını bir arada tapmağınız üçün çalışdım. Keçək 6-cı sual, daha doğrusu riyaziyyat suallarının izahına. 51-ci suala baxaq. Bir dəqiqə. 51-ci sualda deyir ki, mötərizəni açın və oxşar toplananları islah edin. Gəlin, baxaq. Bir dəqiqə. Bərabər qoyaq. Bərabərdir. 4-nı çıx 16 çıx 6-nı vururam mötərizənin içinə. Bir dəqiqə. 6-nı yenə çıx. Bu müsbət olsa da bu mənfi olduğu üçün 6-nı 7-yə vuranda 42 eləyir. Bərabərdir. 4-nü 6-nı. 4-nü müsbətdə, 6-nı mənfidir. Ona görə aldığımız cavab 2-nı mənfi olacaq. Çıx 16 da mənfidir, 42 də mənfidir və bunları toplayacaq, qarşısına mənfi yazacaq. Eləyəcək 58. Doğru cavabımız B variantı olacaq. 52-ci suala baxırıq. Binanın lifti 0-cı mərtəbədədir. 0-da. Lift 2 mərtəbə aşağı inib, 7 mərtəbə yuxarı qalxdıqdan sonra 4 mərtəbə aşağı indi. Lift sonda hansı mərtəbədə oldu? Deməli 0-dadır. 2 mərtəbə aşağı inir, -1-ə, gəlir düşür -2-yə. Sonra deyir ki, 7 mərtəbə yuxarı qalxdı. İndi buradan qalxır 1, 2, 3, 4, 5, 6, 7. Gəldi 5-ə. Sonra deyir ki, 4 mərtəbə aşağı indi. 5-də də indi. 1, 2, 3, 4. Gəldi düşdü 1-ə. Doğru cavab B variantı olacaq. 53-cü sualımızla davam edək. 3 kongruent kvadratı yan-yana qoymaqla alınan A, B, C, D düzbucaqlısının sahəsi 75 kvadrat santimetrdir. Bu düzbucaqlının perimetri neçə santimetrdir? İndi baxırıq. Bunun kongruent yəni bütün tərəfləri bucaqları üst-üstə düşən bucaqlardır. Götürək tərəfini x. Burada x yazaq, burada. Burası olur 3x, bu hissələr 3x. Yan tərəfi olur x. Sahə deyirsə enin uzuna vurulmasıdır. Yəni 3x vur x bərabərdir 75-ə. Burada alınır 3x kvadratı bərabərdir 75.
x kvadratı bərabərdir 75 bölünsün 3. X kvadratı bərabərdir 25. Və buradan da x də bərabər olacaq 5-ə. İndi bizdən nəyə soruşur? Perimetri. İndi perimetri tapmaq üçün n-in uzuna vurmalıyam. N oldu 3x, daha doğrusu x bərabərdir 5. Uzun da oldu 3x bərabərdir 15-ə. N-in uzununa toplayıb 2-yə vururuq perimetrini tapmaq üçün. P bərabərdir 2 vurulsun 5 üstəgəl 15. O da bərabərdir 2 vurulsun 20. O da bərabərdir 40-a. Doğru cavab D variantı. 54-cü sualımıza baxaq. Bura D yazım. Bunu pozum ki, mane olmasın. Düz prizmanın oturacağı katetləri 8 cm və 6 cm olan düzbucaqlı üçbucaqdır. Hündürlüyü 4 cm-dir. Bu prizmanın tam səthinin sahəsini tapın. Baxırıq, nə edəcəyik? 4-ü, bu 4-ü 8-ə vuracaq. Sonra 4-ü 6-ya vuracaq. Sonra 4-ü 10-a vuracaq. Sonra bu 6 və 8 var ha, katetlər. Bunları vurub 2-də birini tapacaq. Yəni 2 dənə. Çünki burada da var, burada da var həmin ölçü. Və onları toplayacaq. İndi getdik. Baxaq. Birinci 4-ü vururam 8-ə. Yazaq buradan. 4 vur 8. Üstə gəl. 4-ü vururam 6-ya. 4 vur 6. Üstə gəl. 4-ü vururam 10-a. 4 vur 10. Üstə gəl. 8 və 6-nın 2-də birini tapıram. Hasilinin 2-də 1 vurulsun 6 vur 8. Üstə gəl. Bu hissə üçün də tapıram yenə. 2-də 1 vurulsun 6 vur 8. Bərabərdir. 4 dəfə 8 32. Üstə gəl 24. Üstə gəl 40. Üstə gəl 6 8-ə vururam 48. 2-də birini tapanda eləyir 24. Üstə gəl yenə 24. Bərabərdir. 32-nin üstünə 24 56. 56-nın üstünə 40 96. 96-nın üstünə 24 120. 120-nin üstünə 24 144 cm kvadratı. Doğru cavab A variantı olacaq. 55-ci sualımızla davam edək. Bir məktəbdə robotexnika klubu və idman klubu fəaliyyət göstərir. 6-cı sinifdə oxuyan 50 şagirddən 22-si robotexnika klubuna, 26-sı idman klubuna, 8-i isə klublardan hər ikisinə üzvdür. Heç bir kluba üzv olmayan şagirdlərin sayı ümumi şagirdlərin sayının neçə faizidir? Baxırıq. Birinci belə bir Venn diaqramı çəkək. Deyir ki, bunlardan bura yazaq robotexnika, bura yazaq idman, bu ortada hər ikisidir. Ümumi də 50 şagirddir, 50. 50-nin 22-si robotexnika klubuna gedir. Bir dəqiqə, burada 8-i isə bu klubların hər ikisinə üzvdür. Ortaya 8 yazıram. İndi 22-si robotexnikaya gedirsə, bu ortada ona aiddir. Ona görə 22-dən bu 8-i çıxıram, qalır 14. 26-sı idman klubu gedirsə, yenə bu 8 də ona aiddir. 26-dan 8-i çıxıram, qalır 18-i. İndi bizdən soruşur ki, heç bir kluba üzv olmayan şagirdlərin sayı ümumi şagirdlərin sayının neçə faizidir? Birinci, bu klublara üzv olanları tapaq. 14, üstə gəl 8, üstə gəl 18, bərabərdir. 14-ün üstünə 8, 22, 23-ün üstünə 18, 40 edir. Sonra nə edirik? Ümumi 50 şagird var idi. 50-dən çıxıram 40-ı, qalır 10 şagird. Bu 10 şagird heç bir yerə üzv deyil. Heç bir yerə üzv deyilsə, indi ümumi şagirdlərin sayı, daha doğrusu bu 10 şagirdin, buradan yazım da, 10 şagird, ümumi şagirdlərin sayına nisbətini tapıram, 100-ə vururam. Çünki mənə faizi soruşur. 100-ə vururam, qalır nə? Bu eləyir 5, 5 ilə də 100, 20. 20%. Doğru cavab C variantı olacaq. 56-cı suala baxıram. 56-cı sualda deyir ki, Turan əlində olan çubuqlarını üçbucaq düzəltməyi düşünür. Əgər üçbucağın iki tərəfi 5 cm və 7 cm olarsa, üçüncü tərəfinin uzunluğu aşağıdakılardan hansı ola bilər? Yadda saxlamaq lazımdır ki, üçbucağın üçüncü tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. İndi buranı tutaq ki 5-dir, bura 7-dir. Bunun cəmini tapıram 5 üstə gəl 7 bərabərdir 12. Fərqini tapıram 7 çıx 5 bərabərdir 2. Yəni bu üçüncü bucaq x bucağı 2-dən böyük olmalıdır. 12-dən kiçik olmalıdır. Bu şərti mütləq şəkildə ödəməlidir. Bu şərti də ödəyən A variantı deyil, B variantı düzdür, C deyil, D də deyil. Doğru cavab B olacaq. 57-ci sualımızla davam edirik. Samir hər aya bərabər bölünmə şərti ilə qiyməti 273 manat olan paltonun 6 aylıq, qiyməti 98,8 manat olan şalvarı isə 4 aylıq faizsiz hissə ödənişlə aldı. Hər iki məhsul üçün ödənişin eyni ayda başladığını nəzərə alsaq, Samir aldığı əşyalar üçün birinci ay nə qədər pul ödəməlidir? Deməli, nə edirik? 273-ü bölürük 6-ya, çünki 6 aylıqdır bu. 273 böl 6 düşür 45,5. Sonra 98,8-i də bölürəm 4-ə.
düşür 2, 24,7. İndi bizdən birinci ay nə qədər ödəməli olduğumuzu soruşur. Ona görə bunların cəmini tapıram. 45,5 üstə gəl 24,7 bərabərdir 70,2 manat. Doğru cavab C variantı olacaq. 58-ci suala baxırıq. 4, 5, 1, 7 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən 5-dən kiçik ən böyük onluq kəsiri onda birlərə qədər yuvarlaqlaşdırın. Deməli 5-dən kiçik deyirsə, mən 5-dən başlaya bilmərəm. Ona görə də 4-lə başlayacağam. 4 yazdım, vergülü qoydum. Ən böyük dediyi üçün qalan rəqəmləri böyükdən kiçiyə düzəcəm. 7, 5, 1. Söz istəyirəm. Vergüllər olmalı deyil. Aha, 1. Yəni 4 tam, indi 751. İndi bunu deyir ki, nəyə yuvarlaqlaşdır? Onda birlərə. Bu onda biri burada. Bu 100-də 1-dir, bu 1000-də 1-dir. Deməli, onda birlərə qədər yuvarlaqlaşdır deyirsə, onda birinin altına xətt çəkirəm və baxıram özündən sonrakına 5 gəldiyi üçün bu olacaq 4 tam, nə? Onda 8. Doğru cavab B variantı olacaq. Keçək 59-cu sualımızla davam edək. 59 və 60-cı suallar eyni bir şərtlə bağlıdır. Riyaziyyat layihəsi üçün bir ədəd radiusu 8 desimetr olan dairəvi karton hazırlanır. Bir üzü rənglənməlidir. Bir balaca qab quaş boya ilə 3,5 kvadrat desimetr sahəni bir qat rəngləmək olar. Qrup işi olaraq uşaqlar kartonun kənarlarına lent çəkəcəklər. Bunun üçün onlara ən azı neçə desimetr lent lazım olacaq. Deməli, kartonun kənarlarına lent çəkilirlərsə, biz bunun perimetrini tapmalıyıq. Uzunluq tapırıq, daha doğrusu perimetrlik uzunluğun. Uzunluğun tapanda isə nəyin? Dairənin uzunluğunu tapanda C bərabərdir 2 pi R düsturundan istifadə edirik. Burada da pi-ni verib təxminən 3. Yerinə yazıram 2 vur 3. Vur radiusumuzda neçədir? 8 desimetr. 8. Bərabərdir 2 dəfə 3, 6, 6-ın da 8-ə 48 desimetr olacaq. Doğru cavab D variantıdır. 50-ci sualımıza baxırıq. Kartonun üzünün bir qat rənglənə bilməsi üçün 50 qab boya bəs edərmi? Cavabınızı hesablamalarla əsaslandırın. Deməli, üzünü boyayanda sahəsini tapmalıyıq. Biz dairənin də sahəsini tapanda pi R kvadratından istifadə edirik düstur olaraq. Pi-ni də dedik ki, verib 3, vur. R-imiz də 8-dir. 8-in kvadratı. O da bərabərdir. 3 vurulsun 64, bərabərdir 192. İndi, burada yuxarıda deyir axı ki, bir qab quaş boya ilə 3,5 kvadrat desimetr rəngləmək olar. İndi gəlin tapaq görə 192 kvadrat desimetrin içində nə qədər? 3,5 kvadrat desimetr var. 192-ni bölürük 3,5-ə. Cavabımız düşür 54,85. İndi bizə sual verir ki, 50 qab bəs edərmi? Xeyr. Bizə 54 qab, hələ əlavə bunu da rəngləmək üçün 1 qab lazımdır. Ona görə də nə yazırıq? Bəs etməz. Bizə 55 qab lazımdır. Boya lazımdır. Yaxşımı? Keçirik növbəti 61-ci sualımıza. Üçbucaq A, B, C kongruentdir. Üçbucaq NMK. A 60-dır, B 55-dir. NMK üçbucağının böyük bucağı neçə dərəcədir? Deməli, A ilə N kongruent olacaq. Bucaq A kongruentdir. Bucaq N-ə. Bucaq B kongruent olacaq. Bucaq M-ə. Bucaq C kongruent olacaq. Bucaq K-ya. İndi A-nı verib 60, B-ni verib 55, C-ni tapmaq soruşur. Daha doğrusu burada C-ni, yəni K-nı. Bunun üçün də 60-ın üstünə 55, bərabərdir 115. Üçbucağın da daxili bucaqların cəmi 180-dir. Axı 180-də 115-i çıxıram. Yerdə qalır 65 dərəcə. Deməli, böyük bucağın ölçüsü B variantı 65 dərəcə olacaq. 62-ci sualımıza baxaq. 6A sinifində oxuyan 6 şagird arasında il ərzində oxuduqları bədii kitabların sayı ilə bağlı sorğu keçirilmişdir. Sorğuda iştirak edən şagirdlərin cavabları sütunlu diaqramda qeyd olunmuşdur. Diaqrama əsasən oxunan kitabların sayının modasını tapın. Moda ən çox təkrarlanan ədəd deməkdir. Burada ən çox təkrarlanan ədəd bunlardır. 4. Deməli, moda nə olacaq? 4. A bəndi. 63-cü sualımızla davam edək. Anar qarışıq meyvə şirəsi hazırlamaq üçün 1200 ml portağal, 200 ml greyfurt və 100 ml alma şirəsini qarışdırır. O bu şirələrin miqdarları arasındakı nisbəti eyni saxlayaraq qarışıq meyvə şirəsi hazırlamaq üçün növbəti dəfə 900 ml portağal şirəsi istifadə edir. O ikinci dəfə neçə mil qarışıq meyvə şirəsi əldə edər? Gəlin tapaq. Yazırıq. Portağal, greyfurt, alma. Deməli, portağalı əvvəlcə götürür 1200. Greyfurtu götürür 200. Almanı götürür 100. İndi deyir ki, portağalı götürsün 900. Nisbətlər isə dəyişmir deyir. Baxın, burada 1200-ü bölüb 2-yə, daha doğrusu 6-ya
alıb 200-ü. Buradan yazmayayım da. Bölüb 6-ya alıb 200. 200 də bölüb 2-yə alıb 100. Bu rahat üsuludur. Siz digər üsulla da gedə bilərsiniz, amma ən rahat üsulu budur. İndi digərini də izah edəcəm. Baxırıq. İndi mən burada greypfrutu tapmaq üçün 900-ü böləcəm 6-ya. Düşəcək 150. Sonra 150-ni də böləcəm 2-yə. Düşəcək 75. Deməli, mənə alma lazım oldu 150. Daha doğrusu greypfrut lazım oldu 150. Alma lazım oldu 75. İndi bunları nə edirəm? Toplayıram. Hamısını. 900-dən 150-yə və 75-i. 900 üstəgəl 150 üstəgəl 75 bərabərdir 1125. Bu birinci üsulu. Keçək indi digər ikinci üsulumuza. İkinci üsulda nədir? Nisbətləri tapıram. 12, 200, 100. Nədir nisbətlər? Nisbət. 12-nin hamısını 100-ə böldüm. 100-ə bölürəm. Yerdə qalanlar olur mənim nisbətlərim. 12, 2 və 1 nisbətindədir. İndi 12 qısım eləyir 90. 90 yox, üzr istəyirəm 900. X də bərabərdir. 900-ü buradan bölürəm 12-yə. X də bərabərdir 75-ə. İndi gəlin tapaq. 2x toplayıram. 12x plus 2x plus 1x bərabərdir 15x-ə. 15x-dan da x-i mən burada 75 tapmışdım. Vur 75-ə. O da eləyəcək 1125. Doğru cavabım A variantı olacaq. Yəni hər iki üsulda eyni nəticəyə gəlib çıxırıq. Keçək 64-cü sualımıza. 64-də deyir ki, ifadənin qiymətini hesablayın. 108 böl mənfi 3-ün kvadratı və s. bərabər qoyuram. 108 böl mənfi 3-ün kvadratı eləyir 9. Üstəgəl olmur, daha doğrusu. Yox, üstəgəl yazaq, mötərizənin içində yazaq, sonra çıxardarıq. Mənfi 4 üstü 3 nə eləyəcək? Mənfi 64-ə. Mənfi 64. Üstəgəl 25. İndi baxın, bura müsbətdir, bu mənfidir. Çıxanda mənfi olacaq. Ona görə də 108 böl 9 çıx 64 üstəgəl 25 bərabərdir. 108-i 9-a böləndə nə qaldı? 12. 12-dən 64 çıxıram, üstünə 25 gəlirəm. Alınacaq mənfi 52 üstəgəl 25, o da bərabərdir mənfi 27. Doğru cavab C variantı olacaq. 65-ci sualımızla davam edək. Cədvəldə Musanın 5 ay ərzindəki qazancı verilmişdir. Bu 5 ay ərzində Musanın orta aylıq qazancı neçə manat olmuşdur? Orta aylıq qazancı tapmaq üçün bütün qazanclarını toplayıb ayların sayına, yəni 5-ə böləcəm. 1100-ün üstəgəl 1200 üstəgəl 1300 üstəgəl yenə 1100 üstəgəl 1500 bərabərdir 1100, 1200, 2300, 4600, 5700, 6000, 7200. 7200'ü 6200. 6200'ü İndi 6200'ü böləcəm 5-ə. 6200 bölürəm 5-ə. Düşür 1240 manat. Doğru cavab C variantı olacaq. 66-ya baxırıq. 2 dost hər birinin qiyməti A manat olan 3 ədəd konstruktor dəsti almaq istəyir. Konstruktor dəstinin ümumi məbləğinin 21 manatı birinci dost, qalanını isə ikinci dost ödədi. İkinci dostun ödədiyi məbləği göstərən ifadə hansıdır? Bu sual 4-cü siniflərin də testinə düşmüşdü. Deməli, ümumi birinin qiyməti A manatdırsa, 3-ünü tapmaq üçün 3 vur A ifadəsini işlədəcəyik. İndi bu 3 vur A-dan 21-ini birinci dost ödəyib, ona görə çıxırıq 21. Yerdə qalanını isə ikinci dost. İkinci dostun ödədiyi hansı olacaq? 3 vur A, çıx 21. Doğru cavab A variantı. 67-ci sualımızla davam edək. Bir elektrik hər birinin qiyməti eyni olan 100 ədəd lampaya 60 manat ödədi. Lakin bu lampalardan 20-si istifadə üçün yararsız oldu. Bu alış-verişdən elektrik nə qədər ziyan etdi? Bu da 4-cü siniflərin sualına düşmüşdü. Gəlin tapaq. 60 manat qəpiyə çevirirəm, eləyir 6000. 6000-i də 100-ə böləndə düşür 60 qəpik. Bu lampanın birinin qiyməti 60 qəpikdir. İndi nə qədər ziyan etdi? Tapırıqsa 20 dənəsinin ziyana gedib də. Ona görə 60 qəpiyi vururam 20-yə. O da düşür 1200 qəpik. O da bərabərdir 12 manat. Doğru cavab A variantı olacaq. 12 manat ziyan eləmiş olur. Keçək 68-ci sualımıza baxaq. Oyunbaz kub şəkilli qutunun üzərinə kənar çevrəsinin radiusu 30 cm olan halqa qoyub ifasını təqdim edir. Oyunbaz halqanın ən yuxarı nöqtəsində dayanır və onun halqanın üzərindəki ayağının yerdən hündürlüyü 80 cm-dir. Kub şəkilli qutunun tilinin uzunluğunu tapın. Deməli uşaqlar, bura radiusu verib 30. Bura 30-dursa burada 30-dur. Burada 30-dur. Və buna əsasən mən oyunbazın ayağından qutuya qədər olan məsafəni tapa bilərəm. 30 üstəgəl 30. O da bərabərdir 60. İndi deyirik ki, bura 60-dır. Yəni buradan, baxın, buradan bura qədər məsafə 60-dır. 60-dırsa ümumi 80 olanda qalan məsafəni tapmaq üçün 80-dən çıxacam 60-ı. Yerdə qalacaq 20.
santimetr. Doğru cavab D variantıdır. 69-cu sualımızdan davam edək. A və B şəhərlərindəki qarşı-qarşıya avtomobil və minik avtomobili yola düşdü. Avtobus üzr istəyirəm və minik avtomobili yola düşdü. Avtobusun sürəti 80 km/saat, avtomobilin sürəti 90 km/saat olarsa, 3 saat sonra onlar arasındakı məsafə 50 km olarsa, A və B şəhəri arasındakı məsafə neçə kilometrdir? Deməli, nə edirik? Bunu necə tapırdıq? Birinci, qarşı-qarşıya hərəkətdə sürətlər toplanır. Ona görə ki, bir-birinin qarşısına gəlirlər. 80 üstə gəl 90. 3 saatdan sonra deyir də. Ona görə 3 vurulsun 80 üstə 90. Üstə gəl 50. Ən qısa izahı budur. Bərabərdir. 3 vurulsun 170. Üstə gəl 50. O da bərabərdir. 510 üstə 50. O da bərabərdir 560. Və yaxud da bu 80-də 3-ə vura bilərəm ayrı-ayrılıqda. 80 vur 3 bərabərdir 240. 90-ı da 3-ə vururam. 90 vur 3 bərabərdir 180. Üzr istəyirəm 270. Sonra bunları toplayaram. 240-dan 270, 0, 1, ya da 5. 510 və 510-un da üstünə aralarında axı 50 var. Və 50-ni də gələrəm. Eləyər 560. Hər iki yolda da eyni yerə gəlib çıxır. Sadəcə biri daha yüksək səviyyədə başa düşən uşaqlar üçün, digər yol üsulu isə nisbətən zəif səviyyədə başa düşən uşaqlar üçün keçərlidir. Doğru cavab C variantıdır. 70-ci sualımıza baxaq. Bu da 4-cü siniflərə düşmüş sualdandır. Gün ərzində restoranda satılan təbii meyvə şirəsinin sayı haqqında məlumat cədvəldə verilmişdir. Baxın, cədvəl və şəkil, piktoqram. Cədvələ uyğun düzəldilmiş piktoqramda sual işarəsinin yerinə yazılacaq variantı müəyyənləşdirin. Gəlin tapaq. Portakal şirəsini bilmirəm nə qədərdir. Alma 48 ədədə görə neçədən 1, 2, 3, 4 stəkan verib. Ona görə də 48-i bölürəm 4-ə bərabərdir 12. Ananasda 24-ə görə 2 verib, yenə 24-ü bölürəm 2-yə düşür 12. Deməli, bir dənə stəkan 12 ədədi göstərir. Mən də 84 ədədi göstərmək üçün 84-ü böləcəm 12-yə. Düşəcək nə? 7. Deməli, burada 7 dənə stəkan çəkilməlidir. 5, 6, 7. Doğru cavab A variantı olacaq. Keçək 71-ci sualımızla davam edək. Muradın ağıllı saatı onun 6 gün ərzində hər gün atdığı addımların sayını qeydə almışdır. Muradın günlər üzrə addım sayı hansı diaqramda öz əksini düzgün əks olunmuşdur? Hansı diaqramda düzgün əks olunmuşdur? Baxaq. Burada 3000 göstərir. Birincidə düz, ikincidə 5000 göstərir, üçüncüdə 7000-i göstərir, amma 7500-dür. Dördüncüdə də 3000-i göstərir, amma 2000-dir. Beşincidə gəlir 4500-ü göstərir, düzdür. Altıncıda isə 8000-i göstərir, düzdür. Burada pozan hansıdır? Dördüncü, bu deyil. B-yə baxıram. 3000, 5000, 7000, amma burada 7500-dür. Bu yanlışdır. Keçirəm, bir dəqiqə balacalaşdırım. Digər variantları da görək. C-yə baxaq. 3000-i göstərir, 5000-i göstərir, 7500-ü göstərir, 2000-i göstərir, 4500-ü göstərir və yenə də 8000 göstərir. Doğru cavabımız C olacaq. Yəni, hər bir göstəricini uyğunlaşdırırıq, yoxlayırıq, görək hansında yanlış varsa onu çıxardırıq. 8-ciyə baxaq. Şərtə əsasən 72 və 73-cü sualları cavablandırın. Bakıdan Qazaxa qədər olan məsafə 425 km-dir. Qrafikdə sürət, sabit sürətlə hərəkət edən sürət qatarının bu məsafəni qət etməsi təsvir edilmişdir. Sürət qatarının getdiyi yol zamandan düz mütənasibi asılıdır. Yəni, zaman artdıqca yolda çoxalır. 72-də qatar sürətini 2 dəfə artıraraq sabit sürətlə hərəkət edərsə, Bakıdan Qazaxa çatmağa 3 saatdan daha az vaxt sərf edər. Fikri ilə razısınızmı? İndi gəlin, həll eləyək bir dəqiqə. Baxaq. Deməli, uşaqlar, 425 kilometr məsafəni 5 saata gedirsə, sürətin birinci tapaq görək, qatarın sürəti nədir? 425-i bölürəm 5-ə. Düşür 85 kilometr saat. İndi 85-i 2 saata nə qədər gedər? 2 saata. 85 kilometr saat sürətlə 2 saata 170 kilometr məsafə qət edər. İndi 425-i bölürəm 170-ə. Düşür 2,5 saat. Yəni 2 saat yarım. Amma burada deyir ki, 3 saatdan daha az vaxt sərf edər. Deyir, bu fikirlə razısınızmı? Bəli, razıyam. Çünki 2,5 saat 3 saatdan daha az vaxtdır. Ona görə də yazıq, razıyam. Cavabınızı əsaslandırın demişdir. Biz də bu hesablamaları apararaq cavabımızı əsaslandıra bilərik.
Keçdik növbəti 73-cü. Qatar əvvəlki sürətlə 8 saatda neçə kilometr gedər? Dedik ki, sürətin tapdıq elədi 85 kilometr. Onu da vururuq 8-ə. O da eləyəcək 0,4 yadda 680 kilometr. 74-cü suala baxaq. Son 2 sualımız. Məktəb həyətində kvadrat formasında qaçış meydançası var. Meydançanın ətrafında 3 tam dövr edən İbrahim 480 metr qaçdığı məlumdursa, meydançanın sahəsi neçə kvadrat metrdir? Birinci 480-i bölürəm 3-ə. Düşür 160. Sonra kvadrat formasında deyir axı. Bunun da bütün tərəfləri eyni olan 4 tərəfi var. 160-ı da bölürəm 4-ə. 160-ı böləcəm 4-ə. Düşəcək 40 metr. Kvadratın tərəfinin uzunluğu 40 metrdir. Burada 40 metr olacaq. İndi sahəsini tapırıq. S də bərabərdir 40 vur 40. O da bərabərdir 1600 metr kvadratı. 75-ə baxırıq. Şəkildə təsvir olunan hündürlüyü 2 metr, diametri 6 metr olan silindr formalı hovuz tam dolarsa neçə kub metr su tutar? Pi bərabərdir 3 qəbul edin. Deməli, kub metr deyirsə həcmini tapacağıq. V bərabərdir həcmini tapmaq üçün pi r kvadratı h. Pi r kvadratı h. Burada bizə hündürlüyü verib 2. Radiusu verməyib, radiusu diametrdən tapa bilərəm. Bura 6-dırsa, bura 3 olacaq. Yəni 6-nı böləcəm 2-yə, düşəcək 3. Deməli, radiusu 3-dür. Pi-ni də verib 3. İndi nə edirəm? 3 vur 3-ün kvadratı vur 2. Bərabərdir. 3 vur 9 vur 2. O da bərabərdir. 3 dəfə 9 27. 27-ni də vururam 2-yə. O da eləyir 54. 54 kub metr. Doğru cavab 54 olacaq. Bu qədər uşaqlar. Çox sağ olun. Bəyənməyi və şərh yazmağı unutmayın. Təşəkkür edirəm.